Əvvəla mən salam deyirəm bütün dinləyicilərə və təşəkkür edirəm ki, bu fürsəti mənə verdiniz ki, öz fikirlərimi bildirəm. Bilirsiniz ki, bir neçə aydır məntəqədə savaş var. Əlbəttə ki, biz savaşa qarşıyıq və müharibəni dəstəkləyə bilmərik. Və burada da mən istəmirəm müharibənin səbəbkarın, günahkarın tapam. Amma elə ki görünür, gələcəkdə İranı çox ağır günlər gözləyir. Birinci o ki, indi ekonomik baxımından çox gərginlik var ölkədə. Ciddi böhranlar yaranıbdır. Ərzaqlar çox bahalaşıbdır. Keçinmək çox çətinləşibdir. İşsizlik baş alıb gedir. Milyonlarca işçimiz bekar olublar və baş vurublar ki, burada işsizlik sigortasından istifadə eləyələr. Onların da sigortaların da xəzinələrində kifayət qədər pul yoxdur və ciddi böhranlar yaranır və bu böhranlar get-gedə daha da çoxalacaqdır. Yəni əgər də qalıcı bir atəşkəs də olsa, yəni barışa da getsə, yenə bu ekonomi durumu maalesef ki bu tezlikcə düzəlməyəcəkdir və bu bir üsyanlara səbəb ola bilər. Bəli, şayət bugün sabah bir ay sonra olmaya və buna baxaraq ki, İran rejimi indi çox edamları elir, çoxlu insanları tutur və qorxudur cəmaatı. Amma bu belə qalmayacaq. Yəni demişkən bıçaq sümüyə dayanacaq və bu üsyanlar yenə biz şahid olacağıq. 5 ay sonra və ya 1 il sonra. Və bu da bir müddət sürəcək. Bu İran rejiminin sonunu gətirə bilər. Yəni millətin öz əli ilə İran rejimini sona gələ bilər. Amma təbiətən ki burada çox, yəni demişkən sülhlə də olmayacaq bu məsələ. Bilirsiniz ki, İran hökuməti heç zaman dalı oturmayı düşünməyib. 47 ildir ki iş üstədir İran hökuməti və heç bir zaman millətinin nəfinə geri oturmayıbdır və indi də o olmayacaq. Onun üçün sülhlə və ya barışçıl yollarla bu hökumət gedib və ya özünü islah etməyəcəkdir. Və təəssüflə çox qaranlıq günlərə şahidik. Amma mən ümid edirəm ki, bu qaranlıq günlərin sonunda xalqımıza uğurlu və xeyirli bir günlərə də şahid olacağıq.